Sonra Şeyh İbn-i Cəvzi Rahimullah şeytan barədə söhbətin davam edir. Və bir neçə hədis gətirir. Rivayətlərin birində Əbu Məsuddan radiyallahu anhudan deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, sakin. Bu nədir? Bu bazardır, nədir? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, bəs sizdən elə bir birisi yoxdur ki, onun üçün ayrıca şeytan ayrılmasın. Həmçinin bir dənə də mələk. Hər kəsin şeytanı var. Ayrıca həmçinin mələyi. Və soruşdular ki, sahabilər yarısında hətta sənin üçün də ayrılıb belə. Deyir ki, bəli. Mənə üçün də ayrılıb. Yəni, biri şər əmr eləyir, vəsvəsəsini, biri xeyrə. Və lakin, mənim şeytan, yəni, müsəlman olub. Ancaq xeyr əmr eləyir. Peyğəmbər sallallahu aleyhi ve sellem. Çünki Peyğəmbərlərlə şeytan olmur. Peyğəmbərlər şeytanlara təslim olur. Lakin qeylilən yox. Qeylilən vəsvəsə eləyir. Və sonra şeyh bəyan edir ki, şeytan necə insanoğlunun damarlarının içində gəzir. O cür insandan qüvvətlidir. Hətta damarların içine girib qan məcrasıyla axır. Şeytanın gücünü göstərir sallallahu. Və burada rahimehullah bir neçə rivayət deyir və deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm rivayətlərin birində deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, şeytan Adəm oğlunun o axar damarların içində axar qanla bir yerdə gedir. Yəni o dərəcədə. Bəzən deyir ki, mən şeytana qalib yanım. Şeytanla heç danışmır. Şeytanla fikir vermir, yaddan çıxıb şeytan. Lakin insan belə fikirləşəndə elə görür ki, ən böyük düşmən, ən birinci elə öz daxilindədir şeytan. Ona görə Quran, sünnə. Ayrıca iblisdən ayələr var hədisdə ki, insan birinci qalib gəl ona. Birinci ona qalib gəlmək lazımdır. Sonra Şeyh Rahimullah deyir, necə Peyğəmbər s.ə.v həmçinin Allah s.ə.v şeytandan Allah'a sığmağa əmr edib. Allah s.ə.v buyurur ki, فَإِذَا قَرَعْتَ الْقُرْآنَ فَاسْتَعِذْ بِاللّٰهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ Allah s.ə.v buyurur ki, əgər Quran oxuyan vaxt şeytanın vəsvəsələrini Allah'a sıxın. Və belə şeyh davam edir, rivayətlər getirir və sonra şeytanın vəsvəsələrindən gətirir ki, şeytan necə vəsvəsə eləyir ki, insan yəni qururlu olsun. Yəni qurur yəni gör ki, cəfakeş, yəni deyir ki, hanöş belə, gör ki, bu qeyrətlidir və s. Şeytan necə belə şeylərdə istifadə edir, gəlir və şeyh danışacaq bir saat namazda şeytan necə vəsvəsə eləyir. Oruç tutanda, sədəqə verəndə, zəkat verəndə və s. İnşallah kitab qabağını maraqlıdır. Deyir İbn-i Cəvzi Rahimullah necə vəsvəsələr eləyir iblis. Və sonra indi burada danışacaq necə qururluq yəni vəsvəsəsi eləyir ki, bax, sən belə, görünə gündə və s. Şeytan, hələ insanlar ümumiyyətlə şeytana vəsvəsə eləyir. Yəni, qapısını açır. Bəzilər münkər görəndə elə özünü aparır gör ki, yəni, dəhşətdir yəni. Peyğəmbər salsın vaxtında münkər var idi. Peyğəmbər salsın vaxtında zina var idi, oğurluq var idi, həmçinin içki içirdilər. Yəni, bəzən elə fikirləşirlər gör ki, belə şey olmamalıdır müsəlmanların aslında. Yəni, yaddan çıxanma iblis, yaddan çıxanma vəsvəsə insanın nəfsi, belə şeylər olmalıdır cəmiyyətdə. Lakin düzəltmək lazımdır cəmiyyəti. Mənə, kafir deməklə yox hamla, sən kafirsən, pis baxmaqla yox. Hikmətlə, mülayimçiliklə və belə baş salmaqla. Çünki dəvət eləyən özün yaddan çıxanma, özü zəlalətdə idi. İnsan hidayətdən qılaq fikirləşsə, nə gündə idi özü, bəlkə onlardan da pis idi. Lakin Allah subhanətlə hidayət verdi. Və bu cür belə şeylər yada salmaq ümumiyyətlə insan düzəldir, necə
səbirlidir, tələsməyənidir. Həmçinin bilir kimlə necə danışmaq, nə sözü. Yaxşı. İnşallah şeyx davam edir kitabında. Yavaş-yavaş oxuyucu Allahın izni ilə Allah bilir. Sonra şeyx İbn-i Cəvzi rahimehullah şeytanın vəsvəsələrindən biri də deyir, qürurlanmaq. Yəni, özünü tərifləmək. Qürurlanmaq şeytanın qapılarından biridir insana. Ümumiyyətlə, insan bəyənilmir özünü tərifləyə. Və onu çox tərifləsinlər. Hətta görək, Rasul sallallahu aleyhi ve sellem və sahabələr bir şeylərində çalışarlar, çox bildirilməsinlər. Ona görə döyüşlərin birində müsəlmanlar elə olur ki, bir dənə şəhəri mühasirəyə alırlar, girə bilmirlər ora. Və sahabələrdən biri gecə vaxtı görür ki, bir dənə tulanı görür, iti. Deyir, hə, deməli, əgər it şəhərdən bayırda deməli, şəhərə girən yer var. Və güdür o iti. Güdür iti və görür ki, bəli, divanın haradası divanın altda bir deşik var, keçdi olan it. Nəyəsə keçir sahabi, radiyallahu anhu, və şəhərin qapılarını açır. Və əvvələ müsəlmanlar girirlər, alırlar şəhəri və sonra indi qoşunun başçısı deyir ki, kim idi o qapını açan? Ya səs gəlmir. Nəyəsə sonra deyir, bir nə qədər deyir, heç kəs dinlənmir. Sonra o adam deyir ki, deyərəm, lakin bir neçə şərtlə. Soruşmayacaqsən, kiməm mən? Özün bağlayır belə. Soruşmayacaqsən, kiməm, adımı. Hətta yəni tanıyarlar, yəni çəkinir, bir dənə riya gələr və s. Kimin oğluyam və s. Bu şərtlərlə. Lakin indi necədir, kim bir də şeydir, baxın, bu ənlədim. Bu qurullanmaq ümumiyyətlə, sahabələr qorxurdular. Belə şeylərdən, çünki şeytanın qapısıdır. Və bu şeyx, rahiməhullah, bu məsələyə toxunur və ümumiyyətlə, iblis necə təlbis edir, yəni, necə libas geyindirir, batilə haqq libası. Yəni, batili qurulanan adama, özünü dartan adama haqq görsədir. Bu, belə çaşdırır insanları. Və burada şeyx, rahiməhullah, deyir ki, bilgilən ki, qəlb elə bir ki, bir hasardır. Qəlb. Hasardır və o sana qapıları var. Və gələk, o qapıları qoruyasan. Şeytan əgər o qapıları qorumaqda zəiflik görsə, səndən vurub keçir o qapını. Girir içəri. O qapıları yeri tanıyasan, birinci o qapılar hansıdır, şeytan girən. Həmçinin öyrənməlisən, şeytandan necə qorunma olar. Çoxsu bundan qafildir. Yəni, bilmirik şeytandan necə qorunmaq lazımdır. Düzü. Və sonra burada Şeyx Rahimullah bir neçə rivayət getirir. Və məsələn, Həsən-ül Basri'dən soruşurlar ki, bəs iblis yatır. Və Həsən-ül Basri deyir ki, əgər yatsaydı istirahət eləyərdik. Əgər yatsaydı istirahət eləyərdik. İstirahət yoxdur ondan. Yoxdur, insan gelir daima oyaq olar. Yəni, o demək deyil, yatma, yox. Yəni, oyaq, yəni, vəsvəsə o saat gələ bilər, o qapıdan keçə bilər o saat. O qapıdan o saat keçə bilər, ona görə daima oyaq olmalısan. Sonra burada həmçinin, rahiməhullah, Həsən bin Salihin rivayətini getirir. Deyir ki, şeytan ola bilər, deyir, 99 dənə qapı açır xeyrə. Və lakin onunla şər istəyir. Ola bilər şeytan 99 dənə qapı açsın xeyr üçün və lakin onunla insana şər etsin. Lakin insan bilmir. Və həmçinin burada rahiməhullah Əhməşin rivayətini getirib. Bir kişi var idi, cinlə danışırdı. O cindən soruşur ki, ən belə çəkinən kimdir?
Kimlərdən çəkinirsən? Deyib ki, kim sünnətlə gedir? Peyğəmbər əsası sünnətinə tabidir. Onlardan çəkinirik. Amma o sünnətlə gelməyənlər isə necə istəyirik oynadırıq onları. Sünnətlə gelməyənlər isə necə istəyirik oynadırıq onları. Və burada şeyh göstərmək istəyir, sünnətlə gelmək şeytanın vəsvəsələrindən qorunmaqdır. Və şey yoxdur ki, sünnətlə gelmək asan deyil. Hətta namaz qılmaq asan deyil, bəzən ağırdır. Bəzən ağır gəlir namaz qılmaq. Bəzən oyuncaq müsəlmanlar deyirlər onlara, cümə günü qılırlar və ya qılırlar, biraz pul azalanda namaz qılır, sonra biraz pulu çağıran kimi namaz qılmır. Və s. Türbə-türdür. Elə də və təbii ki, bunlar hansı şeytan vəsvəsələrdir. Və Peyğəmbər salsın deyib ki, vaxt gələcək, mənə sünnətinlə gedən 50 dən kişinin savabını alacaq. Bizim vaxtımızda gedən sünnətlə gedməklə. Deyirlər, ya Rasulullah, o biz 52 dən kişidə, yoxsa o vaxtın kişilərlə? Dedi, yox, siz 50 dən kişidən savabını alacaq. Yəni, sünnətlə gedmək. O da şeyh burada toxunur ki, bəs qurulluq şeytanın qapılarından biridir. İnsan gəlir təvazükar olur daima. Və həmçinin göstərir ki, sünnət o qapıları möhkəmlədən əməllərdən biridir. Şeytan vəsvəsələrindən qorunmaq. Allah subhanət hələ inşallah bizi onun vəsvəsələrindən qorusun inşallah. Və sonra şeyh tamamlayır. İnşallah gələn dəstələr. Lakin bir də şey istəyirəm, tənbih eləyəm. Yox, qalsın. Yox, söndürmə. Sonra şeyh Rahimullah ibn Cəvzi İblisin vəsvəsələrindən də buyurur ki, necə vəsvəsə fəlsəfəçilərə eləyir. Yəni, iblisin fəlsəfə əhlinə vəsvəsələri. Və şey yoxdur ki, Quran sünnədən çıxmaq iblisin vəsvəsələrinə düşməkdir. Kim məsələn Allah'ı Quran sünnəsiz yaxınlaşmaq istəyir və ya başa düşmək istəyir, amma şey yoxdur ki, iblisin yoludur. Allah subhanət hala Quranda hər şeyi göstərib bizə. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem şərh edib. Kim başqa yolla istəsə Allah'ı tanısın, ona ibadət etsin, şey yoxdur ki, iblisin yoludur o. Və yollardan da şeyh deyir ki, fəlsəfəçilər. Və fəlsəfə əsasən Yunanlılar başlayıb. Yunan fəlsəfəsi. Və qoyulub ki, həqiqətə çatmaq üçün gör ki. İstəyirlər həqiqət öyrənsinlər, bilsinlər. Hər şey həqiqətin. O lakin axırda heç nə həqiqətin bilməyiblər. Necə Qazali Rahimullah buyurur, 40 il fəlsəfə ilə məşğul olub. Axırda deyir, heç nə başlaşmadı. Yəni, heç nə nəticə çıxmadı. Nəticə heç nə olmadı. Heç nə yoxdur. Sonra sufi oldu. Sufi, sonra inşallah sələfi. Rahimullah. Və şey yoxdur ki, burada Şeyh Rahimullah deyir, fəlsəfəçilər yəni şeytanın vəsvəsələrindən biridir. Şeytan vəsvəsələri altında. Və təbii ki, deyirlər, İslam fəlsəfəsi var. Lakin İslam fəlsəfəsinə baxanda hələ Aristo'nun fikirləridir, Fəryabi və s. İbn Sina. Hamısı o Aristo'nun fikirləridir. Ona görə fikirlərsə İbn Sina nə qədər zəlalətə düşüb. Şeyxülislam İbn Teymiyyə Rahimullah Ta'arudul Aqli və Naql kitabında nə qədər rədd edilir onu İbn Sina'ya. Bence Fəryabi və qeyrilər. Ki, səbəb nə olub? Zəlalətə düşməklə fəlsəfə. Giriblər, çox dərinliyə giriblər, düşüblər zəlalətə. Həmçinin Şeyh Rahimullah həmçinin deyir ki, firqələrdən də biri hansı ki, iblis bəzədib olar üçün dəhriyələr. Dəhriyələr olar hansı ki, Allah'a inkar edirlər. İblis onlara göstərib ki, gör ki, xaliq yoxdur, hər şey özü olub.
Amma necə bədəvilərdən biri deyir ki, iz dəlalət edir, kim o üstündən keçib, kim yoldan keçib. İz onu dəlalət edir. Həmçinin dəvənin deyir peyni dəlalət edir dəvəyə. Əgər dəvə olmasaydı peyn olardı, peyni olmazdı. Və həmçinin bu səmaların, yerlərin, göyün belə dəlalət edir ki, xaliqi var. Və təbii ki, dəhriyyə bəzi şübhələri, iblisin şübhələri görə inkar edir Allahı, lakin onlar azdılar. Və sonra şeyh buyuruyor ki, təbaiyinlər. Təbaiyinlər də onlar o vaxt ki, iblis görüb ki, inkar etdirə bilmədi bunlar Allahı. Deyib, yaxşı, çöndərib Allaha imandan. Təbaiylər yəni deyiblər ki, hər şey 4 şeydən olub. Su, sonra torpaq, od, bir də hava. Öyle təbaiyinlər, hansılar deyilər ki, əsas bu şeydir. 4 dənə şey, müqəddəsdir. Ola ki, bu da şey olsun, iblisin yoludur. İblis o vaxt ki, gördü ki, inkar etdirə bilmədi, bu üslubu əbatdır. İblis belədir, əgər belə eləyə bilmirsə, belə eləyir, belə eləyirsə, belə eləyir. Vəsvəsələri çoxdur. Və həmçinin şeyh deyir ki, necə bütpərəstlərə iblis vəsvəsələrini verir. Və bütpərəstlərdən də danış nə qədər istəyirsən. Gecə gündüz. Və bütpərəstlər də əsasən deyiblər ki, bəs xaliq 2 dənədir. Xeyr yaradan, bir də şər. Deyiblər, xaliq 2 dənədir və belə əqidələn qurublar. Və şey yoxdur ki, batildir. Əsasən onlar Hindistandadırlar, orada əqidələr çoxdur. Məsələn, milçək ilah eləyənlər, sonra həşəratları cürbəcür. Yəni, ilah ediblər. Elə siçandır, ilahdır. Hətta bəzi tayfalar var, kişi ilə qadının övrət yerləri ilah ediblər. Bəli, yəni, kişinin övrət yeri ilahdır, heykəl və s. İbadət edirlər ona, səcdə, ona kömək istəyirlər. Subhanallah, zəlalətə bax. Və iblis necə bəzədib olaraq. O görə şeyh davam edir, belə zəlalət əhlindən. Həm belə şeylər də olmaq yaxşıdır, ərdən görürsən, sünnənin qiyməti bizən tohidin. Allah subhanələ tək ona iman gətirməyi, ona şərik qoşmanın ləzzətini onda duyursan. Ki, bu cür zəlalət əhlini görəndə. Allah subhanələ inşallah bizi eşitib faydalardan etsin. Fəlsəfələr verir. Və fəlsəfə, ümumiyyətlə fəlsəfəyə girişəndən çox şey özlərindən ixtira etdilər. Və görürsən, axırda bəziləri bəhsi inkar edilər. Nasıl ki, insanlar öləndən sonra diriləcəklər. Və bəziləri başqa şeylərdirlər, cənnət, cəhənnəmi və ya qeyri şeyləri. Ulan hamısı iblisin vəsvəsələrindən idi, yəni nəticələrindən. Yəni fəlsəfədə iblis güclüdür, şübhə gətirməyə. Həmçinin sonra şeyh, rahiməhullah, necə heykəl əhlinə. Heykəl əhli, yəni cürü heykəllərə ibadət edənlər. Və məsələn, müşriklər və onlara oxşayanlar. Və bilirsiniz ki, Rasul sallallahu aleyhi ve sellem qövmə gələndə, bir qövmə, o elə qövm idi ki, onlar ibadət edirdilər. Yəni, Əbu Cəhəl ibadət edirdi. Qureyş. Onlar qurban kəsirdilər, həcc edirdilər. Allaha dua edirdilər. Yəni, çox şey var idi. Vallahi ki, Rasul sallallahu aleyhi ve sellem gəldi. Ondan qala Allah subhanətlə ona göndərdi ki, ged aladın həll olmaz. Nə olsun ibadət edirlər? Lakin onlar şərə qoşurlar. Onlar vasitə qoşurdular. Vasitə. Deyirlər, bu əski ağac, özləri düzəldən, heykələ bənzər, özləri ad verən müqəddəslər, onların vasitəsilə Allah'a yaxınlaşırlar. Allah subhanətlə dedi ki, geddiyin onları ki, la ilə illallah desinlər.
Lakin onlar başa düşdülər, la ilahə desəydilər, gərək onlardan ən çəkərdilər. Əbu Cəhil başa düşdü, la ilahə nə deməkdir? Subhanallah. Dedi ki, əgər la ilahə desəy gərək, hətta təəccübləndilər, innə həzə lə şeyun ocab dedilər. Bunda təəccüblədir, yəni əcələ əlihətə iləhən vahidə, sən bizim ilahlarımızı bir dənə elədin, təəccübləndilər. Yəni bir dənə Allaha ibadət etmək lazımdır. Təəccübləndilər bundan. Təsəvvürlə əqidə nə vəziyyətdə idi? Lakin bu cür ibadətlə Allah'ın qəbul etmədi Allah Subhanahu və göndərdi və Peyğəmbər sallallahu əleyhi və səlləm onlara bəyan edirdi zəlalət əhlinə. Və dedi ki, təvhid gərək xalis ola Allah Subhanahu və Təvhid nədir? Təvhid odur ki, ifradullahi bil ibadə. Xüsusən təvhidin uluhiyyə məsələləri. Onlar rububiyyəni qəbul edirdilər. Onlar deyirdilər ki, Allah Subhanahu buyurur ki, "Ləin sa'altahum man xalaqas semawati vel ard la yaqulun Allah." Və başqa ayələr var, deyir, onlardan o vaxt soruşdular ki, yeri göğü kim yaradır? Dedilər, Allah. Kim göydən nazil edir, yağışı? Danışma, sakit orada, sakit. Sonra onlar inanırlar Allah'a, deyirlər Allah xalikdir, Allah ruzu verəndir, Allah. Lakin Allah şərik qoşurdular və vasitə qoşurdular. Hansı ki, o cür vasitə Allah icazə verməyib. Vasitə olar qoşmaq. Allah Subhanahu aləyə. Allah Subhanahu aləyə deyir ki, mənə vasitə qoş. Lakin hansı vasitə? Özünüz ixtira etdiyimiz yox. Şəriət dediyi. Başqasının duası ilə dilini. Yoxsa Allah Subhanahu aləyə sifətlərlə, yaxşı əməllərlə vasitə qoşmaq olar Allah Subhanahu aləyə. Ona görə Ömər ibn Xattab radiyallahu anhu xəlifə olanda Quranlıq keçirdi. Və Ömər dedi ki, radiyallahu anhu Abbas'a radiyallahu anhuya dedi ki, ey Abbas, sən Peyğəmbər sallallahu yaxınlarından birisi, əhl-i beytsən. Dua ilə Allah subhanahu. Çünki deyir, biz Peyğəmbər sağlığında Peyğəmbər sallallahu aleyhi ve sellem vasitəsilə, yəni duası ilə Allah'a yaxınlaşırdı. Biz çətin bir şey olanda deyirdi, ya Rasul dua ilə. İndi Rasul sallallahu yoxdur. Lakin haradaydı Rasul sallallahu? Qəbirdə. Qəbir haradaydı? Yanlarındaydı. Əgər qəbirlə vasitə qoşmaq olsaydı, gedib elə Peyğəmbər sallallahu vasitə qoşardılar. Lakin sahabələr, Peyğəmbər sallallahu tələbələri idi. Ömər ibn Xattab deyir, ey Abbas, indi isə sənin vasitə isə Allah'a yaxınlaşaq, dua ilə Allah subhanətə yaxşı istəyir Allah'dan. Görəsən, onu göstərir ki, şeyx, xəlifə əmir-i müminin, müminlərin əmri göstərir ki, vasitə dilinə olar. Lakin ölü ilə şəriət deməyib. Və sonra şeyx burada, rəhməhullah, danışır, necə büt əhlinə, qəbir əhlinə və s. onlara vəsvəsə edir iblis. Necə bəzədir. Onun İslam təvhid dinidir. Və təvhid elədir ki, gerək xalis olar. Lakin onlar rububiyyəni qəbul etdilər, lakin uluhiyyəni yox. Dedilər, yox, biz Allaha ibadətdə vasitə qoşacaq, bu cür. Özümüzdən ixtira etdiyimiz və Allah subhanətə onları kafir saydı, dedi, olmaz. Və ümumiyyətlə, şeytan vəsvəsə nəinki büt əhlinə verir, qəbirsanlıq əhlinlərinə və s. Şeytan hətta möminə də vəsvəsə verir. Ona görə, məsələn, qardaşlarından bəzilər sual verdilər ki, bəzi avamlar, iblisin yolunda olanlar və iblisin vəsvəsələnə altında, xüsusən. Şübhələr gətirirlər bəs. Deyirlər ki, məsələn, mal götürmək olar və s. kimdənsə. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem Əbu Süfyan kərvanını tutmağa getmişdi. Bəs bu dəlildir. Təbii ki, bu şəxs bu cür əqidədə olan iblisin yolundadır, şək yoxdur onda. Birinci, qiyas düzgün deyil, müqayisə. Necə sən o vaxtın məsələlərin hansı ki, fərqlənən indikilərdən müqayisə eləyib öz iblis yoluna dəlil getirsən. Birinci, Peyğəmbər sallallahu aleyhi ve sellem olar quldur da öldülər. Yol kəsən və s. Haqsız yeri mal götürən. İkincinin onda xəlifə idi axı. Xəlifə var idi, İslam dövləti var idi. Məndə İslam dövləti idi.
Abu Sufyan malın tutmaq o demək deyildi ki, sahabələr mal istəyirlər, dünya. 4 faralı maşın, 2 mərtəbəli ev. Onu istəmirdilər. O siyasi məqsədlə edirdilər ki, İslam dövləti idi və kafir dövləti var idi. Məkkənin iqtisadiyyatını zəiflətmək üçün. Çünki Məkkədən təhlükə idi, Qureyş təhdid edirdi, hədəliyirdilər. Və müsəlmanlar zəif idilər, istəyirdilər bir müddət qüvvətlənəncən döyüş etməsinlər. O məqsədlə kərvanın qabağını almaq istəyirdilər. Yoxsa kərvan gəlib, sən tut ki, nə sarı? Yox, yəni o dəlil deyil. Təbii ki, bu cür xarab əqidədə olan iblisin dostlarından biridir və dəvətin düşmənlərindən, bizim meçidin. Allah subhanət hala bizim meçidi o cür insanlardan təmizləsin yarab. Və ümumiyyətlə cəmaatımızı o cür fasiklərdən təmizləsin, Allah hidayət versin. Və eləmədilər özü də almadılar, qabağını kəsmədilər. Çıxdılar, lakin Abu Sufyan tarixi hadisədir, bilirsiniz, Sira dəniz yolundan keçdi və çıxdı, lakin sonra döyüş oldu, Bədir döyüşü. Lakin müsəlmanlar istəmirdilər, lakin Allah istədi. Allah subhanətlə onda müsəlmanları yoxladı, kömək elədi onlara və Bədir döyüşdə qalib gəldilər. Ondan sonra Peyğəmbər salsın dedi ki, ey Bədir əhli, bundan sonra nə istəyir? Allah subhanətlə sizi bağışlayıb qutardı. Və belə idi sahabələr, xəlifə var idi, Rasul salsın, dövlət var idi. Xəlifənin əmrinə hərəkət olunurdu. Amma indi mini əmirciklər, fitvalar verirlər, bu hamısı zəlalətdir, fəlakət. İblisin yoludur. Allah hidayət versin hamımıza inşallah. Allah bizi Peyğəmbər sallallahu əleyhi və səlləm sünnətdə sabit versin.